Əziz dostlar, tamaşaçılar, sizi salamlayıram. Alanya Kargıcak 1 noyabr payızın son ayı və bu gün sizə çox gözəl bir villa təqdim edəcəm satışda. Baxın, gördüyünüz bu çox böyük bir villadır. Çox böyük ərazidə, hardasa 800 kvadrat metrə yaxın və ya biraz artıq olan ərazidə 3 mərtəbəli villa sizə təqdim edəcəm. Ümumiyyətcə bura villa kompleksləridir. Çoxlu villalar var və bura bizim villanın şəxsi qarajıdır. İçi yeni yapılıb, seramiklər filan hamısı yenilənib, qapısı və villa özü böyükdür. Mən bu villada bir neçə gün əvvəl oldum. Avropalı dostlarımızındır. O zaman içində çox lüks əşyalar var idi. Təkcə o əşyaların daşınmasına, Avropaya daşınmasına 35 min euro xərc çəkildi və hal-hazırda villa əşyasız olaraq satılacaq. Ərazisi dediyim kimi gözəldir, böyükdür. Ümumiyyətcə bu kompleksin ən böyük villasından biridir bu. 800 kvadrat metr torpaq ərazisində yerləşən villanın iç ərazisi isə, oturum ərazisi isə 400 kvadrat metrdən biraz artıqdır. Baxın, bura yaşıllıq, gül, çiçək. Ümumiyyətcə burada olan hər şey yenilənib. Villanın içində olan hər şey yenilənib. Çünki bu villalar yeni deyil. Dənizə olan məsafə hardasa 1 kilometr yarım. 1 kilometr yarım. Yəni maşınla 2-3 dəqiqəyə dənizdəsiniz. Bura Gold City oteli ərazisidir. Yəni ora yaxın yerdir. Belə desəm çox adam başa düşəcək. Və şəxsi hovuzu olan gözəl bir villa göstərəcəyik. Bura qış parkıdır. Necə deyirlər? Qış bağıdır. Parkı yox, qış bağıdır bura. Çox gözəl düzəldilib. Yəni hər tərəfi camla bağlanıb. Nə su keçirdir, nə yağış keçirdir. Bax, burada gözəl masa qoya bilərsiniz. Arxada manqal yeridir. Hal-hazırda bu ev təcili müştərisini gözləyir. Dəyərindən çox-çox aşağı satılır ki, tez çıxıb getsinlər. Yəni əşyalar da daşındığına görə sadəcə qalıb ki, pulu alıb evi versinlər və buradan getsinlər. Getmək istəyirlər. Burada isə manqal var idi. Manqal zonasıdır. Baxın, burada manqalınızı qoyursunuz, oturursunuz. Qəşəng burada istirahət edirsiniz. Çox gözəl düzəldilib. Yəni bu villaya aşağı yuxarı yaxşı pul qoyulub. İndi rəqəm açıqlamayım. Yaxşı pul qoyulub, xərc qoyulub təmirinə, remontuna və s. Bura villamızın havuzudur. Havuzu hardasa 6-nın 3-ədir. 6 metrin 3-ədir. 3 mərtəbəlidir. Yuxarıda gözəl mənzərəsi var, terası var. Bir də bu tərəfdən göstərim sizə. Baxın, necə gözəl. Üstü bağlı yer. Duş, hovuz. Hovuz da kənarları bağlanıb, qəşəng. Yəni hər şey çox səliqəli. İçində fitness yeri də düzəldilib. Burada ağaclar, yaşıllıqlar. Əlbəttə mən gələndə burada şezlonglar, şəmsiyələr, əşyalı olaraq bura çox gözəl idi. Mən villanın tez arxa tərəfini də görsədim sizə. Arxa hissəsi də var. Əziz dostlar, bu villa təcili satılır. Belə villa əldə eləmək istəyirsinizsə qaçırtmayın. Mənimlə əlaqə saxlayın. Bizim yaxın tanışlarımızdır sahibləri və çox uyğun qiymətə verirlər. Yəni qiyməti sonda deyəcəm. Bu qiymətə burada bu torpağın yarısını belə ala bilməzsiniz. Yəni baxın, bu villanın arxa hissəsidir. Burada böyük çən var. 5 tonluq çən var və burada yağış sularını faydalı suya çevirmək üçün sistemdə quraşdırıb. Yağış sularından istifadə edirlər ərazini sulamaq üçün. Yəni yağış suları axıb getməsin deyə belə bir sistem də quraşdırılıb. Kondisionerlər yenidir. Burada arxa tərəfdə qəşəng asıblar. Bu da limon ağacıdır, səhv eləmirəmsə. Üstündə baxın, limonlar var. Belə bir dövrə vuracam. Bütün bu daşlar filan hamısı yenilənib. Hamısı yenilənib. Əməlli başlı xərc qoyulub bu villaya. İndi bir dövrə vurdum. Bu villanın 2 tapusu var. Burada 2 dənə ailə yaşayırdı. Böyük villadır. 7+2'dir, səhv eləmirəmsə. İndi bərabər bir də baxacağıq. Bax, bu girişidir. Buradan enirik nərdivanla aşağıya və buradan qalxırıq 2-ci və 3-cü mərtəbəyə. Aşağıda isə ayrıdır. İndi aşağıdan başlayaq, yaxşısı budur. Aşağıdakı otaqlara göz yetirək.
Burada belə bir sağ tərəfdə depo var. Baxın. Depo, saxlama yeri, bəzi əşyalarınızı falan saxlaya bilərsiniz. Girişdə hər yer dəmir qapılar. Hər şey baxın təmirdən çıxıb gözəl təmir olunmuşdu bura. Baxın sağ tərəfdən başlayaq. Burada 2 dənə otaq var. Bu birinci otaq. Hər otağın öz kliması, qoruyucu dəmirlər. Baxın burada bir sanuzol var bizdə. Buradan daxil oluruq ikinci otağa. Ev təmirlidir, təmirə ehtiyac yoxdur. Hər şey burada yenilənib. Burada belə bir şkaflardır, polkalar. Hər cür istifadə edə bilərsiniz. İstəsəz qapaqlar taxa bilərsiniz. Görsənməsin, istəsəz belə aksesuar olaraq. Burada çox gözəl aksesuarlar var idi. Sonra mərmərdən xüsusi belə pəncərələrin önünə xüsusi belə gözəl düzəldilib ki, gül filan qoymağa. Yəni, çox gözəl villadır doğrudan da. Və burada növbəti sanuzoldur. Sanuzol içi də hamısı yeni yapılıb. Artıq gördüyünüz nə əşya varsa, məsələn burada paltarıyan maşındır. Bunlar artıq hamısı qalır. Daha bir otaq bu tərəfdədir. Aşağıda 4 otaq var. Burada iş otağı olaraq, uşaq otağı olaraq istifadə oluna bilər. Hər yer, hamısı yeni, təmir olunub. Baxın, bütün işıqlar yanır. Bax, 1, 2, 3 və aşağıda daxil oluruq salona. Salon da genişdir, böyüdür. Mətbəxi yenidir. Baxın, necə gözəl mətbəxi var. Burada da qabıyan maşın qalır. Çünki burada hər texnikadan 2 dənə idi, 3 dənə idi. Özlərinə lazım olanı aparıblar, qalanlar isə qalır. Burada təbii kamin var. 2-ci mərtəbəyə də qalxır, 1-ə də var. Və daxil oluruq burada salona, üzr istəyirəm, terasaya. İndi hər yeri tam açmamışam. Zaten belə görmək olur. Bu terasa öz-özündə böyük bir ərazidir, böyük bir otaqdır. Burada belə bir fitness yeri yaradılıb. Əslində bu ərazi villanın həyəti idi. Sonradan bağlanılıb, üstü, yanları bax belə otaq şəklində geniş bir yer düzəldilib və burada trenajör alətlər də qalacaq. Qaçış zolağıdır. Budur, oturma yeri, kondisioner. Yəni burada rahat məşq edib, oturub çay, çörək, yəni istirahət, evinizdə, yəni evinizin içində rahat istirahət edə bilərsiniz. Bu da belə. İndi qalxırıq 2-ci və 3-cü mərtəbəyə. Bəli, çox təmirli, çox gözəl, səliqəli və çox böyük əraziyə malik olan bir villa. 2-ci mərtəbəyə qalxmaq üçün burada nərdivanlardan istifadə etmək lazımdır. 2 və 3-cü mərtəbə buradadır. Burada da görürsünüz, baxın, giriş, şüşə, hamısı yenilənib, düzəlib. Bunlar hamısı yenidir. Və yuxarı qalxdıqca gözəl mənzərələr görəcəyik. İndi 2-ci mərtəbəyə daxil oluruq və buradakı otaqlara baxaq. İndi hal-hazırda yaşayış var, üzürlü sayın. Yəni adamlar gözləyirlər müştərilərini, pulu alıb gedəcəklər. Və bir otaq yenə buradadır bizdə. Şəxsi əşyalar buradan alınacaq. İkinci otağımız buradadır. Tam təmirli, yeni kondisionerlər qoşulub burada. Balaca otaqda 2 dənə pəncərə var. Çox işıqlı və gözəl villadır. Və burada daxil oluruq salona. Salona daxil oluruq. Burada böyük kamini görürsünüz. Televizor, gözəl mənzərələr var, böyük bir kondisioner asılıb divarda. Əlbəttə ki, buranı çox gözəl dizayn eləyib, buranı əvvəlkindən də gözəl eləmək olar. Yəni, əvvəlki halını mən görmüşəm. Baxın, hər yerdə dağ mənzərəsidir. Arxada böyük villalar, yaşayış kompleksləri, əsasən villa komplekslər, otellər və s. Buranın mətbəxi də çox qəşəngdir. Terasa da var, göstərəcəm.
Baxın, mətbəx yeni yapılıb, yeni düzəldilib. Çox gözəl düzəldilib və buradan da masaya servis eləmək üçün belə bir arka açılıb. Yeməklər filan hər şey buradan salona servis olunur. Bunlar hamısı yenidir. İndi isə ikinci mərtəbənin terasasına, balkonda çıxırıq. Burada yetərincə təmirli və böyükdür. Allah hamıya belə gözəl villalar, evlər, mənzillər qismət eləsin. Dünyanın harasında istəyirlərsə. Bizim də dostlar, müştərilər, alıcılar, əgər Alanya xəyalları varsa, mənə müraciət edin. Hər videonun altında nömrəm var. Bəli, əziz dostlar, ikinci mərtəbədə də gördüyünüz kimi 3 otaq, sanuzullar, mətbəxlər, hər şey yüksək səviyyədə və indi qalxıram sonuncu mərtəbəyə. Sonuncu mərtəbəni də sizə göstərəcəm. Və gəldik, çıxdıq sonuncu mərtəbəyə. Burada hər şey yenidir, gözəldir. Burada belə bir qardirob, paltarları, ayaqqabıları və s. saxlamaq üçün. Bu tərəfdə böyük bir sanuzul. Jacuzzi var burada, balaca. Duş. Və yenə bir yataq otağı eləyə bilərsiniz buranı. Salon eləyə bilərsiniz hər cürə. Gözəl bir dizaynerlə və ya özünüz öz fantaziyalarınızı işə salaraq burada möhtəşəm bir dizayna imza atmaq olar. Baxın, böyük bir gül var, bunu saxlayıblar. Bunlar hamısı cam şüşələr açılır, bağlanır, hərəkətlidir bunlar. Və mənzərəni sizə göstərirəm. Baxın, dəniz, dağlar, yaşıllıqlar, bir sözlə oturub təbiəti, Allahın yaratdığı gözəllikləri buradan seyr eləyərək zövq alacaqsınız. Önü heç vaxt bağlanmaz, açıqdır. Yaxınlaşdırıram hətta. Baxın, dənizdir, hava biraz günəş batıb deyə tam görsənməyə bilər. Alanya qalası çox gözəl görsənir buradan. Baxın, yaxınlaşdırdım. Gözəl dəniz mənzərəsi var. Belə, əziz dostlar, bu möhtəşəm kompleksdə, baxın, çoxlu villa var. 20-30'a yaxın burada villa var. Amma mən sizə göstərdiyim villa bəlkə də ən yaxşılardan, ən böyüklərdən olmağı şübhəsizdir. 800 kvadrat metr torpaq ərazisi var. 400 kvadrat metrə qədər villanın ərazisi var. 7 otağı var. Bundan artıq nə ola bilər? 2-3 ailə burada rahatçılıqla yaşaya bilər. Dənizə 1 kilometr yarım, ən çoxu 2 kilometr məsafədir. Gözəl Qarqıcaq çimərliklərinə çıxırsınız. Gözəl Toros dağlarını gözünüzün önündə, baxın, belə görürsünüz. Dənizi görürsünüz. Bu villanın qiyməti 399.000 evrodur. Avrodur yəni. 399.000 avroya bu ərazilərdə sadəcə 300-400 kvadrat torpaq alsaz, yəni sevinə bilərsiniz, belə deyim. Burada isə 800 kvadratın içində hazır villa ala bilərsiniz. Belə, hörmətli dostlar, bütün gözəl bilgiləri, informasiyaları sizə tam dəqiqliyi ilə verdim. İzlədiyiniz üçün təşəkkürlər. İnşallah növbəti videolarda görüşənədək sağ olun, var olun.